Salam, hörmətli həmkarlar. İzahımıza başlamamışdan əvvəl də qeyd etmək istəyirəm ki, dərslərimiz artıq başlayıb. MİQ sertifikasiya dərslərimiz mükəmməl şəkildə dərslərimiz başlayıb. Hər cür tapşırıqlar, çətin, orta və asan səviyyəli tapşırıqlar, həmən tapşırıqların video izahları, elanda qeyd elədiyim kitablardır. Zeynalovdur, Aşırovdur, Zərbəliyevdir. Bu kitabların hamısının video izahları, ondan sonra gündəlik müxtəlif cürbəcür sınaqlar və maraqlı, çətin tipli tapşırıqlar işləmək istəyirsinizsə, mütləq ki, qrupumuza yazıla bilərsiniz. Onu da qeyd edeyim ki, dərslərimiz həftədə 3 dəfə keçirilir. Əlavə olaraq sertifikasiyadan kəsilmiş bəzi müəllimlər var, hansı ki, qrupa yazılıblar. Onlar üçün 6-cı gün individual olaraq, yəni belə deyək də, elə bilmədikləri tapşırıqların video izahlarını və yaxud da ki, elə bilmədikləri tapşırıqların canlı izahlarını verirəm. Onlar üçün əlavə bir dərs almışam. Kim istəsə müraciət edə bilər. Nəticələrimiz də yəni Instagram səhifəsində paylaşmışam keçənki nəticələrimizi. İndi isə izahımıza başlayaq. Deməli, izahda MHM-in birinci sınağında birinci tapşırıqda bizə deyir ki, 3 mol oksigen atomu saxlayan su. Əvvəlcə gəlin suyu yazaq, H2O. İndi biz bilirik ki, 1 mol suda, bax 1 mol su yazsam, 1 mol su 1 mol oksigen atomu saxlayır da, düzdürmü? O zaman 3 mol suda nə qədər oksigen atomu saxlayacaq? Təbii ki, 3 mol, daha doğrusu 3 mol oksigen atomu da, daha doğrusu 3 mol oksigen atomu da təbii ki, nə qədər suyun içərisində olacaq? 3 mol suyun içərisində olacaq. Deməli, başa düşdük ki, 1 mol su 1 mol oksigen atomu saxlayır. O zaman 3 mol oksigen atomu saxlayan su 3 mola bərabərdir. Yəni, söhbət 3 mol sudan gedir. Yəni, 3 mol H2O-da aydın məsələ ki, 3 mol oksigen atomu olacaq. İndi 3 mol sudan söhbət gedirsə, bizə deyir ki, bunun kütləsi nə qədərdir? Biz bilirik ki, mol Na ilə eyni mənanı, eyni anlayış kəsb eləyir. 1 mol bərabərdir 1 Na sayda molekul. İndi 1 molun 1 Na sayda molekul saxlayırsa, o zaman 3 mol suda təbii ki, 3 Na sayda su molekulu saxlayacaq. Yəni, suyun molekullarının sayı 3 Na sayda olacaq. Çünki mol Na ilə eyni anlayışdır. 3 mol su 3 Na sayda su molekulu saxlayacaq və biz bilirik ki, maddənin 1 moluna uyğun gələn kütlə onun nisbi molekul kütləsi kimi yəni xarakterizə olunur. Məsələn, 1 mol suyun kütləsi 18-dirsə, o zaman 3 mol suyun da kütləsi aydın məsələdir ki, yəni 1 mol suyun kütləsi 18-dirsə, 3 mol suyun da kütləsi təbii ki, 54 qram olacaq. Ona görə də uyğun olaraq A variantına doğru qəbul edəcəyik. Tərkibdəki hidrogenin kütləsi indi 1 mol su 2 mol hidrogen atomu saxlayır. O zaman 3 mol suda, baxın 3 mol suda 3 hidrogen indeksdəki 2-yə vuranda nə qədər hidrogen atomu saxlayacaq? 6 mol hidrogen atomu saxlayacaq. Hansı ki, hidrogenin 1 molu 1 qramsa 6 mol təbii ki 6 qram olacaq. Bu da doğru ifadədir. Sonra deyir ki, 54,118 rusun 22 sayda ümumi atom saxlayır. İndi 1 mol suda neçə mol atom görürük? 3 mol atom görürük, düzdürmü? 1 mol su 3 mol atom saxlayırsa, 3 mol su neçə mol atom saxlayacaq? 3 mol suda 9 mol atom saxlayacaq. 9 mol atom. Mən də bayaq dedim ki, mol Na ilə N anlayışda, yəni 1 mol bərabərdir 1 Na. Bax, yuxarıda qeyd etmişəm. O zaman 9 mol atom 9 Na sayda atom deməkdir. Na da bilirik ki, 6,2 rusun 10-23-dür. O zaman 9-u 6,2 rusun 10-23-ə bölməklə, daha doğrusu vurmaqla üzr istəyirəm, hesablama apara bilərik. 9-u vurduq 6,2 rusun 10-23-ə. Bu da bizə verdi 54,18 rusun 10-23 sayda atom. Bizə isə 10-22 sayda atom deyir. Deməli, bu ifadə yanlışdır. Elə yanlışı soruşur, D variantı yanlışdır. Digərinə baxaq, deyir 36,12 rusun 10-23 sayda hidrogen atomu saxlayır. Bayaq dedik ki, 6 mol hidrogen atomu saxlayır. 6 molda 6 Na sayda hidrogen deməkdir də. Bunun üçün 6-nı vururuq 6,2 rusun 10-23-ə. O da edir 36,12 rusun 10-23 hidrogen atomu. Ona görə də Y variantı düzdür, yanlış ifadə D variantıdır. Ona görə D variantını yanlış ifadə kimi qəbul edəcəyik. Növbəti ikinci çalışmamız qrupa atmışam, mənlər özünüz görmüsünüz. Axırda gətirərəm ekrana, onları da sonda izah edərəm. İkinci çalışmada bizə deyir ki, daha doğrusu 2 düşməyib, burada 3-cü çalışma ilə davam edir. 2-ni də ekrana gətirərəm, baxarsınız. Deyir ki, hansı halda rabitələrin əmələ gəlməsində element atomlarının D orbitalarının elektronu iştirak edibdir? Aha, D elektron deyəndə zaten biz burada baxan kimi bilirik ki, əsas yarım qrup elementi olmayacaq. Yəni, kalsiyumda D elementi deyil, kalsiyumda D orbitalında heç ümumiyyətlə elektron yoxdur. Necə istifadə olunsun? Ona görə də baxan kimi A variantını çıxdaş elədik.
Sonra gəlirik kuprum 2O-ya. Deməli, kuprum 2O-da baxırıq, kuprum müsbət bir oksidaşma dərəcəsi göstərir və kuprumun sıra nömrəsi 29-dur və elektron formulu bilirik ki, 3D10 4S1-dir, küresel simmetriyadan dolayı belədir. Və kuprum burada müsbət bir oksidaşma dərəcəsi göstərir və müsbət bir nə deməkdir? Bir elektron verilib. Və elektron veriləndə həmişə yadda saxlamaq lazım ki, əvvəlcə xaric təbəqədən elektron verilir, sonra keçirilir daxili təbəqəyə. O zaman xaric təbəqədə S-dən elektronu verəcəyik, qalacaq daxili təbəqədə D-də 10 elektronu. Deməli, bu zaman D-dən elektron verməyəcək, ancaq S-dən verəcək. Bəzən müəllimlər yanlışlıq edirlər. Deyirlər ki, hə, mis müsbət bir yüklənsə, misin 29-dan 1-in çıxacaq, 28 qalacaq. Gəlirlər, yazırlar ki, elektron formulu 4S1 3D9 formasını aldı. Xeyr, belə deyil. 3D10 4S1 29-a uyğun yazacaqsa, sonra müsbət bir yüklənib birini verəcək. Verəndə əvvəlcə xaric təbəqədən verir, S-dən verəcək, daxil təbəqədə 3D10 qalacaq və deməli D-dən elektron verməyəcək. Sinka baxaq. Sinkın sıra nömrəsi 30-dur. Elektron formulu 3D10 4S2-dir. Burada sink müsbət 2 yüklənib. 2 yüklənəndə ikisini S-dən verəcək. S-dən verəcək və yenə D-dən vermədi. Ona görə də istifadə olunmadı. Manqanın sıra nömrəsi 25-dir. Əslində burada mütləq sıra nömrələri verilməlidir. Çünki biz əzbər bilməyə məcbur deyilik. İndi biz çox istifadə eləmişik deyə bilirik. Manqanın sıra nömrəsi 25-dir. Elektron formulu olacaq neçə? 3D5 4S2. Aha. Və manqan burada müsbət 2 yüklənib. 2 yüklənəndə yenə gəlib xaric təbəqədən 2 elektron verəcək, S-dən verəcək, amma D-dən vermədi. Deməli, D istifadə olunmadı. O ki, qaldı dəmirə. Dəmiri də gəlin buradan yazaq. Dəmir burada müsbət 3 yüklənibdir. Və biz nə görürük burada? Dəmirin sıra nömrəsi 26-dır. Normalda elektron formulu 3D6 4S2-dir də. Müsbət 3 yüklənəndə əvvəlcə xaric təbəqədən verəcək, sonra keçib daxil təbəqədən. Neçəsini vermədi? 3-ünü. Əvvəlcə xaric təbəqədə 2 dənə var axı. Məcburdur ikisini versin. Sonra keçib məcbur olub daxil təbəqədən birini də verməlidir. 3-ə tamamlamalıyıq axı verilən elektronların sayını. O zaman D-dən də birini verəndə 3D5 olacaq formul. 3D5 D orbitalında olan elektronlardan yəni istifadə elədi də. Bayaqları D-də 6 idi, indi 5-i qaldı. Deməli, birini istifadə elədi. İstifadə edən Y variantında öz əksini tapıbdır. Dördüncü çalışma da burada düşməyib, yenə deyirəm, amma cəmi 2 ilə 4 düşməyibdir. Onu axırda ekrana gətirəcəm. Arzu eləyənlər ən axırda, videonun axırında gəlib baxa bilərlər. Belə, gəldik 5-ə. Deyir, heliuma görə sıxlığı 10-a bərabər olan metan və propandan ibarət qaz qarışığı. Biz bilirik ki, qazlar qarışığı olanda heliuma görə nisbi sıxlıq necə hesablanır? D helium bərabərdir M orta bölünsün 4 düsturundan istifadə olunmaqla tapılır. Burada heliuma görə nisbi sıxlıq 10-dursa, 10 bərabər olacaq M orta bölünsün 4-ə. Buradan biz qaz qarışığının orta molyar kütləsini tapmaq üçün onu 4-ə vurarıq. Bu da bizə verəcək 40. Deməli, bizim əlimizdə qaz qarışığı var. Hansı qaz qarışığıdır? Metan və propan. Yazırıq metan, yazırıq propan. Bilirik ki, ən rahat yol xaç sulundan istifadə eləməkdir. Ümumiyyətlə, mən həmişə xaç sulundan istifadə eləməklə rahat həll edirəm bu məsələləri. Metan emiri 16-dır yazdıq. Propan emiri 12-ni çavursaq 36, 44-dür səhv eləmirəmsə. Aha, 44-dür və emiri 16 və 44 olan qazlardan biz M ortası 40 olan qaz qarışığı əldə eləmişik. Çünki heliuma görə nisbi sıxlığın 10 olduğunu biləndə M ortanın 40 olduğunu hesabladıq. Onda M ortanı gətirib ortada yazılırdı. Xaç suluna görə böyükdən kiçik çıxıb əks tərəfdə yazırıq. Qaydamız budur. 44-dən 40-a çıxsaq qalacaq 4, 40-dan 16 çıxsaq qalacaq neçə? 24. Daha sonra ixtisar aparsaq 4-ə, deməli 4-ə ixtisar aparsaq yəqin ki 4, 6. Burada 1x qədər qalar, burada da 6x qədər qalar da, düzdürmü? Aha. Deməli bizim burada sonda tapdığımız nisbət x-in 6x-ə nisbəti metan və propanın həcm nisbətini göstərir. Və ya da ki, mol nisbətini göstərir. Nisbətlərini tapdıq. Yəni biz burada tapdıq ki, nisbətimiz x-in 6x-ə nisbətidir. Bu həcm və ya da ki, mol nisbəti kimi baxa bilərik də. Deməli bizim əlimizdə metan var, propan var. Bizim bu xaç sulundan sonda tapdığımız x və 6x metanın və propanın uyğun olaraq mollarını göstərir. Deməli metanımız x molsa, propanımız 6x mol olacaq və bizə deyir ki, bunların mol nisbəti ən kiçik tam natural ədədlərlə ifadə olunsun. Ən kiçik tam natural ədəd 1x-dan 6x-ə təbii ki 1-in 6 nisbətində olacaqdır. Yəni 1 mol 6 mol, 1 mol metan 6 molda CH8 olacaq. Çünki tam natural ədədlərlə ifadə edəndə x 6x necə eləyə bilərəm? 1 və 6 kimi yaza bilərəm də. İxtisar aparsaq 1 və 6 kimi. Deməli əlimizdə 1 mol metan var, 6 molda propan var. İndi 1 mol metanda gəlin görək nə qədər hidrogen var. 1-i 4-ə vursaq 4 mol hidrogen. 6 mol CH8-də isə 6-nı 8-ə vursaq 48 mol nədir? Hidrogen olacaq. Cəm bizim əlimizdə 52 mol hidrogen olacaq. Karbona da gələndə 1 mol metanda 1 mol karbon var. 6 mol propanda da 6-nı çavursaq 18 mol karbon var. Deməli 18 ilə 1-in cəmi bizdə 19 mol karbon verdi. Ümumi karbonumuz 19 mol oldu. Hidrogenimiz də 52 moldursa, müəllif deyir ki, buradakı hidrogen karbon fərqini hesabla. Bunun üçün 52-dən 19 çıxarıq. Hidrogenlə karbonun molları arasındakı fərqin 33 olduğunu müəyyənləşdirərək, beləliklə 5-də də doğru cavabı 33, yəni D variantı qəbul edərik. 6-ya gələn deyir, hansı ifadə doğru deyil? Atom radiusu artdıqca iyonlaşma enerjisi azalır. Aha,
Deməli bizdən nəyi soruşur? Doğru olmayanı. İndi gəlin lap qrup daxilində məsəl üçün baxaq. Qrup daxilində yuxarıdan aşağı gəldikcə radius böyüyür də. Çünki metallıq qabiliyyəti, elektron vermə qabiliyyəti artırsa, radius böyüyür də deməli. Radius böyüyəndə yuxarıdan aşağı doğru gəldikcə iyonlaşma enerjisi də azalır. Deməli bu həqiqətən doğrudur. Həqiqətən qrup daxilində yuxarıdan aşağı radius, metallıq, elektron vermə qabiliyyəti artır. Bunun əksi olaraq qeyri-metallıq, oksidləşdiricilik, iyonlaşma enerjisi və s. artmalıdır. Ona görə də birinci ifadə doğrudur. Dördüncü dövrdə elementlərinin rabitə yaratmasında sadəcə D orbitalları elektronların iştirak edir. Dördüncü dövrdə elementlərdə. Bunu bayaqları baxdıq zaten. Bax, buna uyğun bir məsələyə baxdıq. Məsəl üçün, deyək ki, bax, bayaqkına baxaq. Deyək ki, bizə verib, məsəl üçün, sink oksid. Sink müsbət oksidləşmə dərəcəsi göstərir, düzdürmü? Və sinkin elektron formulu neçədir? 3D10, 4s2-dir də, düzdürmü? Sinkin elektron formulu 3D14s2-dir və sink bilindiyi kimi müsbət 2 yüklənəndə əvvəlcə 2 elektron verməlidir və 2 elektronu həmişə hardan verəcək? Bayaq da izah elədiyim kimi həmişə elektronlar xarici təbəqədən veriləcək. Deməli S-dən ikisini verəcək, o zaman D-də 10 dənəsi qalacaq. 4s0, 3D10 olacaq və bu zaman D orbitalındakı elektronlardan heç istifadə eləmədi. Bəziləri eləyə bilər. Məsəl üçün, dəmir müsbət 3 yüklənəndə 3D6, 4s2 elektron formuluna malikdirsə, müsbət 3 yüklənəndə ikisini verəcək. Daha doğrusu, üzr istəyirəm, 3-ünü verəcək. Əvvəlcə ikisini S-dən verəcək. Məsəl üçün, yenə deyirəm, bax, deyək ki, dəmir verib 3 xlorid, məsəl üçün, müsbət 3 yüklənib. Dəmirin elektron formulu 3D6, 4s2 sonluğu ilə bitirir də, düzdürmü? Bunu zaten hamımız bilirik. Və bu müsbət 3 yükləndə 3 elektron verməlidir. Elektronlar əvvəlcə S-dən verilir, sonra D-dən verilir. O zaman ikisini S-dən verəcək, keçib birini də D-dən verəndə elektron formulu 3D5 alacaq və bu zaman dəmirdə iştirak edəcək. Aha, dəmir baxmayaraq ki, 4-cü dövr elementidir, onda bəli, müsbət 3 yüklənəndə istifadə olunur. Amma sink də D elementidir, amma onda istifadə olunmadı. Deməli, bəzilərində ola bilər, bəzilərində olunmaya bilər. Ona görə də bu ifadə yanlışdır, bizdən də yanlışı soruşur, ona görə B variantını yanlış qəbul edirik. Gəlin görək digərləri niyə doğrudur. Çünki mən sevirəm ki, hamısını axıra qədər izah eləyək də. Deyər, qələfi metallarda atom radiusu artdıqca metal atomlarının kimyəvi aktivliyi artır. Bəli, məsəl üçün, litiumdan kaliuma doğru getdikcə, məsəl üçün, radius böyüyür, elektron vermək qabiliyyəti artır və təbii ki, metalların kimyəvi aktivliyi də artacaq. Aktinoidlər F elementləridir, bəli, doğrudur. Müasir dövrü cədvəl 18 şaquli sıradan ibarətdir. Müasir dövrü sistemi dərsdə özünüzdə gördünüz ki, mən çox ətraflı izah elədim. Orada göstərdiyi sütunları da və s. 18 dənə şaquli sütun vardı həqiqətən və orada hətta mən göstərdim ki, bax, bu yuxarıda yerləşənlər ilk 2 dənəsi birinci, ikinci qrupun əsas yarım qruplarını göstərdi. Sonra ortada burada əlavə yarım qruplar göstərilir. Sonra təzədən sağ tərəfdən əsas yarım qruplar 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci qrupun əsas yarım qruplarını göstəririk. Bu ortadakı şaquli sütunlar da sayanda ümumilikdə bizdə 18 şaquli sütunu eləyirdi və beləliklə müasir dövrü cədvəl 18 şaquli sıradan ibarətdir ifadəsini doğru qəbul eləyəcəyik. Ona görə də Y variantı doğrudur. Növbəti 7-ci çalışma ilə izahımıza davam edirik. Səhv olanı soruşurdu. Səhv olanımız da B-dir də. B-ni seçmişik artıq. 7 deyək ki, bir cinsli qarışıqları ayırmaq üçün tətbiq oluna bilməz. Bir cinsli qarışıqların ayrılma üsulları var. Distillədir, xromatografiyadır. Kalon xromatografiyası da həmçinin onlara aiddir. Dərsdə də yine bunların ətraflı izahını verdik. Ondan sonra baxın, buxarlandırmadır, kristallaşdırmadır, distillədir. Ondan sonra xromatografiyanın kağız və kalon xromatografiyası növlərini öyrəndik. Hətta distillədə fraksalı distillər və sadə distillərin növlərini dedik, fərqlərini izah elədik və s. Durultma heterogen qarışıqların ayrılma üsuludur. Emulsiyaları ayırmaq üçün istifadə olunur əsasən. Ayrıcı qıfdan istifadə edirik. O da durultmanın bir növüdür. Çökdürmədə təbii ki, heterogen qarışıqların ayrılma üsuludur. Bir-birində həll olmayan maye bərk qarışıqları ayırmaq üçün istifadə olunur. Bunlar istifadə olunacaq deməli heterogen qarışıq üçün, yəni bir cinsli qarışıq homogen deməkdir də. Bu heterogen qarışıq daxı durultma ilə çökdürmə. Deməli bir cinsli üçün istifadə oluna bilməyənlər elə 1-4 olacaq. 7-də doğru cavabı B variantı seçərik. Sonra izahımıza davam edirik. Deyir ki, M qram 3 valentli metal oksidi. Əvvəlcə metal oksidini götürək, üzərinə gələk sulfat turşusu. 3 valentli olduğuna görə əmələ gələn duzun formulu olacaq metal 2 SO4 3 dəfə üstə gəlinsin H2O. Əmsallaşdırsaq 3 bura yazarıq SO4-ə görə, suyun da qarşısına 3 yazarıq. Bizə deyir ki, M qram metal 2O3 götürmüşük. Bundan 2 dəfə artıq, yəni 2 M qram sulfat turşusu götürmüşük. Reaksiya zamanı deyir sulfat turşusunun 13 qramı artıq qalıb. Onda belə çıxır ki, 2 qram sulfat turşusu götürsəndə bunun 13 qramı artıq qalacaq. Bu deməkdir ki, 2 çıxılsın 13 qram sulfat turşusu sərf olunacaq. Çünki 2 götürmüşəm, amma 13 artıq qalıb. Deməli 2 çıxılsın 13 qram sulfat turşusu sərf eləmişik. İndi M qram metal 2O3 götürmüşük, sərf eləmişik axıra qədər. 2 çıxılsın 13 qram da sulfat turşusu sərf eləmişik və reaksiya zamanı deyir ki, 27 qram su əmələ gəlibdir. İndi gəlin belə eləyək. Normalda biz bilirik ki,
3 mol su, yəni 54 qram su əmələ gələndə nə qədər sulfat turşusu sərf olunur? 3 vurulsun 98 qram sulfat turşusu sərf olunur. İndi isə 2m çıxılsın 13 qram sulfat turşusu üçün 27 qram su sərf olunubdur. Daha doğrusu əmələ gəldi, üzr istəyirəm. Əmələ gəldi, daha doğrusu deməliyəm. İndi 27 qram su əmələ gələndə 2m çıxılsın 13 qram sulfat turşusu istifadə etmişiksə, onda normalda reaksiya tənliyinə görə biz bilirik ki, 54 qram su əmələ gələcək. 54 qram su əmələ gəlməsi üçün də biz 3 vurulsun 98 qram sulfat turşusu sərf etməliydik. Buradan gəlin m-i tapaq. Bunlar ixtisar gedir, burada qalır 2. 4m çıxılsın 26 bərabər olacaq 3 vurulsun 98-ə. Daha sonra mən 3-ü 98-ə vuracağam. 3-ü vurdum 98-ə, elədi 294. Üzərinə gəldim 26. Bunu da böldüm 4-ə. Deməli, buradan m-imiz bərabər olacaq neçəyə? 80-ə. M-imiz bərabər oldu neçəyə? 80. M-i müəyyənləşdirdik. İndi m-imiz 80-dirsə, gətirib bax burada pozub, bax bu hissədə pozub, m-in yerinə nə yaza bilərəm? Ruçkanın rəngini dəyişək. M-in yerinə yaza bilərəm ki, 80. Düzdürmü? Aha. İndi normalda mən görürəm ki, 80 qram metal 2O3 sərf olunanda 27 qram su əmələ gəlibdir. Düzdürmü? Məsələnin şərtinə görə m qram metal 2O3 sərf olunmadı. Bu da 80 qramdır və bu zaman müəllif deyir ki, 27 qram su alıb. Onda yazarıq ki, 80 qram metal 2O3 sərf olunanda 27 qram su əmələ gəlirsə, o zaman biz bilirik ki, 1 mol, başqa cür desək, ml qədər metal 2O3 də sərf olunanda nə qədər su əmələ gəlməlidir? 54 qram. Çünki metal 2O3 1 mol, yəni ml qədər sərf olunanda buradan 54 qram su əmələ gəlir. 54 qram su əmələ gələcək. Buradan tənliyə həll etsək, ml-imiz bərabər olacaq 160-a. İndi bu duzun, daha doğrusu oksidin ml-i 160-dır. Oksidin ml-ni hesablamaq üçün nə edərik? Bunun üçün biz nə edərik? Metalın ayrını bilmirəm. X-dan işarə edirəm. Indeksdə 2 olduğuna görə 2x üstə gəlinsin. Oksigen 48 qramda bərabər olacaq 160-a. Daha sonra mən 160-dan çıxaram 48-i, bölərəm 2-yə. X-i taparam 56. Deməli, X-imiz, yəni metalın ayrı 56-ya bərabərdir. Doğru ifadə 8-də A variantında göstərilibdir. 9-dan davam edirik. Deyir, hansı birləşmədə kükürt atomunun D orbitalındakı valent elektronlarının sayı S və P orbitaldakı valent elektronlarının 50%-ni təşkil edir. Əvvəlcə gəlin baxaq kükürdə. Deməli, kükürdün bilirik ki, sıra nömrəsi 16-dır. Elektron formulu olacaq. Gəlin lap bütöv yazaq. 1s2, 2s2, daha sonra 2p6, 3s2, 3p4 olacaq. Düzdürmü? İndi kükürd bilirik ki, SO2 birləşməsi bir variantlara baxaqlar. Bilirik ki, SO2 birləşməsində kükürd 4 valentlidir. 4 valentli olanda o həyəcanlanmalıdır və 4 valentə uyğun tək elektronların sayı 4 olmalıdır. Düzdürmü? Normalda 3s2, 3p4 olanda 2 valentli olur və 2 dənə tək elektronu olur və bu həyəcanlanmamış vəziyyətdə. Amma həyəcanlananda, məsəl üçün 4 valentli olanda nə baş verirdi? P-dən 3D0 yoxdur burada. P-dən 4 dənə elektrondan birini verir D-yə, 3D1 olur və 3P3 formasını alır. 4 valentli olanda və 3P3 3D1 formasını alanda burada deyir ki, D orbitaldakı valent nə deyir? Atomun D orbitalındakı valent elektronlarının sayı D orbitalında neçə dənə valent elektronu qaldı? 1 dənə valent elektronu. Deyir, S və P orbitaldakı valent elektronlarının, valent elektron deyəndə xarici təbəqədəki elektronlar nəzərdə tutulur da. S və P, yəni valent elektronlar ancaq xarici təbəqə nəzərdə tutulacaq burada. S və P orbitalındakı valent elektronlarının. S və P orbitalında isə 5 dənə valent elektronu var. Çünki S-dəki P-də 3, biri də 5-ə böləndə bizə verəcək necə? 20%. Və 20% olduğuna görə mən bunu götürməyəcəm. Mənə deyir ki, 50% olsun. Yaxşı, gəlin SO3-ə baxaq. SO3-də 6 valentlidir kükürt. 6 valentlidirsə, bu həyəcanlanacaq hansı formanı alacaq? 6 dənə tək elektron olmalıdır. 3s1, 3p3, 3d2 formasını alacaq. Düzdürmü? Çünki 6 valentli olmaq üçün 6 dənə tək elektron olmalıdır. S-də 1, P-də 3, D-də 2 dənə olanda cəm 6 dənə tək elektron oldu və 6 valentli oldu. Və bu zaman D-dəki 2 elektron, valent elektronları S və P-nin, S-də 1 valent elektron, P-də də 3 dənə valent elektronu qalıbdır. Toplasaq 4 valent elektron olacaq. D-dəki 2 valent elektronu, S və P-dəki 4 valent elektronun neçə faizini təşkil edəcək? Təbii ki, 50%-ni doğru ifadə ilə B variantı olacaq. Yəni kükürdün 6 valentli olan halına uyğundur bu. Belə, 2 valentli halda ümumiyyətlə baxmayacaq. Niyə? Ona görə baxmayacaq ki, 2 valentlidə onun heç D-də elektronu yoxdur ki. Elə 3s2, 3p4 şəklində qalır. Heç D-də heç yəni, elektronu olmur. Ona görə də 2 valentli yox, 4 və 6 valentlini göstərdim. 6-da təbii ki, tapdıq cavabı. Ona gəldik, 10-cu ifadəyə, məsələyə gəldik. Deyir, doğru ifadəni müəyyənləşdirin. Fluor atomunun 1 valent elektronu var. Fluor 7-ci qrup elementidir. Valent elektronu qrupa uyğun gəlir və 7 valent elektronu var. 1 valent elektronu yoxdur.
Atom radiusu artdıqca elektromənfilik qabiliyyəti artır. Xeyr, radiusla elektromənfilik tərs asılılıqdır. Radius artanda əksinə elektromənfilik qabiliyyəti azalmalı idi. Bu da səhv ifadədir. Daha sonra metal atomda radiusun artması kimyəvi aktivin artmasına səbəb olur. Bəli, radius nə qədər böyük olarsa, deməli nüvədən sonuncu elektrona qədər olan məsafə böyüyər və nüvə ilə elektron arasındakı məsafə böyüdüyünə görə cəzb etmə zəifləyər. Nüvə elektronu asant verər. Elektron nə qədər asant ayrılarsa metallıq qabiliyyətdə, başqa cür desək, aktivlik qabiliyyəti də artar. Ona görə doğru ifadə C variantıdır. Gəlin görək Y variantı niyə səhvdir? Deyir, dövrü sistem cədvəlində S elementlərin hamısı metal xassəsi göstərir. S elementlərin hamısı metallıq xassəsi göstərmir. Hidrogen metal deyil, helium metal deyil. Onlar da S elementlərdir. Ona görə də doğru ifadəni soruşur. Cavab C variantı. 11. Deyir, 40 milli hidrogen və müəyyən miqdar oksigendən ibarət qaz qarışığı reaksiya daxil olduqdan sonra oksigenin 40 millisi artıq qalıbdır. Aha, deməli hidrogenlə oksigen arasında reaksiyanı yazsaq, H2-nun əmələ gəlməsi istiqamətində 2 mol hidrogen, 1 mol oksigenlə 2 mol H2 əmələ gətirir. Deyir ki, 40 milli hidrogen və müəyyən qədər oksigendən ibarət qaz qarışığı reaksiya daxil olduqdan sonra oksigen 40 milli artıq qalıbdır. Yəni gəlin yazaq, başlanğıc, sərf, son. Ən rahat yol budur. Deməli deyir ki, 40 milli oksigen artıq qalıb. Deməli sonda 40 milli oksigen artıq qalıbdır. Başlanğıcda 40 milli hidrogen götürmüşük. Nə qədər oksigen götürmüşük bilmirik. Hidrogenin başlanğıcından 40, oksigenin başlanğıcından bilmədiyimə görə bir x yazdım. Sonda hidrogenin artıq qalması haqqında məlumat yoxdur. Onda belə çıxır ki, hidrogen tam sərf olunub da. O zaman hidrogenin sərfinə 40 yazaram. Çünki tam sərf olunub ki, qalmayıb da. Hidrogen qalsaydı yazardı, yazmayıb baxı. O zaman hidrogendən sonda 0 qalacaq. İndi biz normalda bilirik ki, 2 mol hidrogen 1 mol oksigen sərf edir. Onda burada 40 mol, yenə deyirəm, qaz qarışığı məsələlərində mola millilitr kimi, mola litr kimi düşünüb, ev şəkildə düşünüb daha rahat həll edə bilərsiniz məsələni. Özümüzün işimizi asanlaşdırmaq üçün. O zaman deyirik ki, 2 mol hidrogen 1 mol oksigen sərf eləyirsə, 40 mol hidrogen və ya 40 milli hidrogen nə qədər oksigen sərf eləyəcək? 20 milli. O zaman hidrogenin 40 milli hidrogen nə qədər oksigen sərf eləyəcək? Daha doğrusu üzr istəyirəm. Nə qədər oksigen sərf eləyəcək? 40 milli hidrogenim 20 milli oksigen sərf eləyəcək və oksigenim 20 milli sərf olundu. Biz bilirik ki, başlanğıc moldan sərf olunan molu çıxanda sonda əlimizdə qalanı tapırıq da. Başlanğıcdan sərfi çıxdıq, sonda əlimizdə qalan oldu. O zaman başlanğıc molu tapmaq üçün sonla sərfi toplaya bilərik. Onda biz oksigenin başlanğıc molunu x-i tapmaq üçün onun sərf olunan 20-si ilə sonda əlimizdə qalan 40-ını toplayaraq taparıq ki, oksigenin sən demə başlanğıcında 60 mol və ya ki 60 milli deyək. İndi burada milli deyib, yenə deyirəm, rahat olsun deyə mən belə deyirəm. Qaz qarışığı məsələsində mola litr kimi baxıb və ya millilitr kimi baxıb rahat həll edə bilərik də məsələlərimizi. Deməli, oksigenin başlanğıcı 60 olubdur. İndi deyir ki, başlanğıc qarşıda oksigen hidrogenin molunun, yəni oksigenlə hidrogenin molları nisbətini hesablayın. Başlanğıcda tapdıq oksigen 60, hidrogen də 40 olub. 60-ın 40-a nisbəti 1,5 verəcək bizə. Hansı ki, bu da C variantında göstərilibdir. 12. Deyir, eyni bir kiçik dövrdə yerləşən ən çox və ən az proton sahibi elementlərin nüvələrinin yüklərinin cəmi 13-dür. Eyni bir kiçik dövrdə yerləşən ən çox və ən az proton sahibi elementlərin. İndi eyni bir dövr daxilində biz bilirik ki, kiçik dövrlərdirsə, məsəl üçün, deyək ki, burada X elementi yerləşibdir. Bu birinci qrup, məsəl üçün, ən az protona malik olan birinci qrup olmalıdır. Çünki dövr daxilində soldan sağa proton sayı artır. Dövr daxilində solda yerləşən birinci qrup elementidir. Sağda yerləşən element isə 8-ci qrup elementi olacaq da. Düzdürmü? Ən axırıncıda, yəni proton sayı çox olan, yəni biz deyir proton sayı az olan, proton sayı çox olan, indi eyni bir dövr daxilində proton sayı ən az olan birinci qrup element olacaq, proton sayı ən çox olan 8-ci qrup element olacaq. Onda birinci qrup yazdıq, ikinci qrup yazdıq, 3 yazdıq, 4 yazdıq, 5, 6, 7 və 8 yazdıq da, düzdürmü? Aha. Və x-in deyək ki, x qədər protonu var, məsəl üçün. Onda 2-də 1 vahid artıq, 3-də 2 vahid artıq, burada 3 vahid artıq. X-in üzərinə əlavə eləyirik, gəlirik də. Burada 1, 2, 3, 4, 5, 6, 7. Onda belə çıxır ki, 8-ci qrup elementinin protonların sayı birinci qrup elementlərinin proton sayına 7 vahid artıq olacaq. Yəni, əgər mən proton sayı ən az olan kimi x düşünürəmsə, proton sayı ən çox olan kimi 8-ci qrup düşünməliyəmsə,
Çünki proton sayı az olan birinci qrupda, proton sayı çox olan 8-ci qrupda yerləşməlidir eyni bir dövr daxilində. Onda birinci qrupun proton sayı x-də, 8-ci qrupun proton sayı x üstəgəl 7 olmalıdır. Düzdürmü? Tam yəqin ki, başa düşdünüz. İndi birininki x-dir, birinki x üstəgəlinsin 7-dirsə, onda bunların da cəmi bizə deyir ki, nüvələrin yüklər cəmi, nüvənin yükü cəmi ilə proton sayı deməkdir də. Deyir 13-ə bərabərdir. Yəni protonların sayı 13-dür. Buradan 2x-imiz bərabər olacaq 6-ya, x-imiz bərabər olacaq 3-ə. X-imiz 3-ə bərabərsə, deməli x-in sıra nömrəsi 3-dür. Edir bu dövrün 6-cı qrup elementi. Bu dövrün 6-cı qrup elementi hansı idi? Bax, bu dövrün 6-cı qrup elementi bax buradır. 6-cı qrup elementinə gələnə qədər mən üzərinə neçə gəlmişəm? Üzərinə 5 gəlmişəm də. Onda birinci qrup üçün x-imiz birinci qrupda yerləşdi. Onun sıra nömrəsi 3-dürsə, bunun 6-cı qrup eyni bir dövrdə 6-cı qrup elementinin proton sayı birinci qrupdan 5% artıq olduğuna görə 3-ün üzərinə 5 gəlsə, deməli 6-cı qrup elementinin proton sayı 8 olacaq. İndi ki, bu 6-cı qrup elementinin hidrogenli birləşməsinə 1 molda olan elektronların sayını hesabla. İndi bunun hidrogenli birləşməsini necə taparıq müəllimlər? 6-cı qrup elementlərin hidrogenli birləşmələri RH2 tipli uçucu birləşmələrdir. Hardan bildik ki, RH2-dir? Bunu zaten uşağa da əzbərlətmək lazım deyil, özümüz əzbərləməli deyilik. 4-cü qrupdan başlayaraq uçucu hidrogenli birləşmələr yaranır və onların hidrogenli birləşmələrini tapmaq üçün minimum oksidaşma dərəcəsinə görə tapırıq. 4-cü qrupda minimum 4 çıxılsın 8 mənfi 4-dür, 5-ci qrupda 5 çıxılsın 8 minimum mənfi 3-dür, 6-cı qrupda 6 çıxılsın 8 minimum mənfi 2-dir. O zaman 6-cı qrup elementlərin minimum oksidaşma dərəcəsi mənfi 2-dir. Onların hidrogenlə əmələ gətirdiyi birləşmədə mənfi 2 göstərəcək hidrogen müsbət bir əmələ gələn birləşmə RH2 tipli uçucu hidrogenli birləşmə olacaq da, düzdürmü? İndi RH2-də nə qədər elektron var? Burada proton sayı 8 olanı göstərdi. Çox güman ki, bu oksigendir zaten biz bilirik, amma uşaq bilməyə bilər də bunu. İndi 6-cı qrup elementidirsə, dedik ki, bunda proton sayı 8-dir. Proton sayı 8-dirsə, RH2 tipli birləşmə əmələ gətirir. R-in proton sayı 8, hidrogenin proton sayı 2-dir. 8-dən 2-nin cəmi mənə 10 proton verəcək. Hansı ki, bu da bizə doğru cavab kimi B variantında göstərilibdir. Belə, bunu da hesabladıq, bunu da müəyyənləşdirdik. Növbəti 13-cü çalışmayla izahımıza davam edirik. 13-cü çalışmayla daha doğrusu 12-də B variantı tapdıq, bəli. 13. Molekular arasında hidrogen rabitəsi olan birləşmələri göstərin. Bilirik ki, üzvü birləşmələrdən hansında molekular arası hidrogen rabitəsi olur? Spirtlərdir, karbon turşularıdır, ikili üçlü aminlərdir. Bunlarda molekular arası hidrogen rabitəsi mövcuddur. İndi baxaq görək. Burada deməli, suda hidrogen rabitəsi var, amma aldehiddə yoxdur. Aldehid suda həll olanda aldehidlə su özü arasında yarana bilər, amma aldehidlə aldehid arasında molekular arası hidrogen rabitəsi yoxdur. Burada amoniakda var, amma sirkə aldehidində özü arasında yoxdur. Metan yoxdur. Metal karbohidrogenlərdə hidrogen rabitəsi olmur. Qarışqa turşusu güclü polyar molekuldur və orada molekular arası hidrogen rabitəsi var. Həmçinin metilamində də molekular arası hidrogen rabitəsi mövcuddur. Doğru ifadə 13-də Y variantı olar. 14. Dəmir çiklorid birləşməsi dəmir iyonu. Bayaqlar bunu zaten neçə dəfələrlə dedik. İstəyirsiniz gəlin laf bir dəfə də deyək. Dəmirin sıra nömrəsi 26-dır. Elektron formu olacaq 3d6 4s2. Müsbət 3 yükləndə 3 elektron verməlidir. Əzbər yadda saxlayırıq ki, D elementləri elektronu verəndə əvvəlcə xaric təbəqədən verib, sonra daxil təbəqədən verməyə başlayacaq. Xaric təbəqədən ikisini verəcək, 4s0 alacaq. Məcbur 3 dənəsini verməli daxil. İndi xaricdən ikisini verəndən sonra biri qaldı. Məcbur birini də daxil təbəqədən verəcək. O zaman 3d5 4s0 formasını alacaq. Hansı ki, bu da bizə C variantında göstərilibdir. 15. Deyir, eyni kütlədə götürülmüş kalsium karbonat və X3N2 maddələri verilmişdir. Hər iki maddənin verilən kütləsində 20 mol atom olarsa. Deməli, bizə verib kalsium karbonat, bizə verib X3N2. İndi kalsium karbonatın, deyir, hər iki maddənin verilən kütləsində 20 mol atom var. Biz bilirik ki, 1 mol kalsium karbonatı hesablasaq 3, 4, 5 mol atom var. Görəsən, neçə mol kalsium karbonat götürmüşük ki, burada 20 mol atom olub. Buradan kalsium karbonatın mol miqdarını 4 mol tapırıq. Deməli, 4 mol kalsium karbonatda 4 vurulsun 5, başqa cür desə 20 mol atom olacaq, düzdürmü? İndi 4 mol kalsium karbonatın kütləsi neçədir? 1 mol kalsium karbonat 100-dürsə, 4 molun da 400 qram olacaq. Deməli, kalsium karbonatın kütləsi 400 qrama bərabərdir. İndi X3N2-də deməli 1 molda 5 mol atom saxlayır. O zaman bunun neçə molu 20 mol atom saxlayacaq. Bunda elə 4 molu 20 mol atom saxlayacaq. Onda belə çıxır ki, X3N2-nin də 4 molu 400 qrama bərabərdir. Niyə? Çünki bizə deyir ki, bunlar eyni kütlədə götürülüb. Onda belə çıxır ki, bunların həm molları, həm də kütlələri bərabərdir. Onda belə çıxır ki, 4 mol X3N2 400 qramdırsa, onda bunun 1 molu da elə olacaq 100 qram.
İndi 100 qram üksüç N2 maddəsidirsə, onda bunun mən emerini hesablayanda nə edərəm? X-in ayırını bir X-dan işarə ilə indeksdə 3 var. 3x üstə gəlsin. Azot 14, indeksdə 2 var. 14-ü 2-yə vursaq 28. Deməli 3x üstə gəlsin. 28-i bərabərləşdirməliyik 100-ə. Buradan 100-dən 28-i çıxacağam. Bu mənə verəcək 72. 72-ni də 3-ə böləndə mənə verəcək 24. Deməli X-in ayrı 24-dür. Bunu tapdıq. İndi X metalının sulfidinin 1 molunun kütləsi. X metalı sıra nömrəsi, daha doğrusu ayrı 24-dürsə, maqneziumdur. İndi düzdür, bunu hamı bilməyə məcbur deyil. Amma gərək, yəni belə deyək də, aşağı məlumatı olsun ki, hə, maqneziumun ayrı 24-dür də. İndi buradan bilsin ki, hə, maqneziumdur bu element. Maqnezium kivalentlidir. Onun əmələ gətirdiyi sulfid maqnezium sulfid olacaq. Maqnezium sulfiddirsə, maqnezium sulfidin emerini necə hesaplayaram? Maqnezium 24-dür, kükürt 32-dir. Toplasaq 50 neçə elədi? 24, 32, 56 eləyərdə, düzdürmü? Deməli 56 elədi, doğru cavab 15-də. A variantında göstərilibdir. Belə, bunu da hesabladıq. Növbəti halda yaxşı olardı ki, bu bizə ifadə edərdi ki, verilən metalın, verilən kivalentli metalın, elə desə daha yaxşı olardı. X üçün kivalentli olduğu deyilərdi. Əslində, kivalentli olduğunu buradan da görə bilirik. X3 N2-dirsə, deməli, metal olanda deməli metal burada kivalentli olubdur ki, azotun indeksinə 2 düşüb də. Orada da bilə bilərik əslində. Yəni metal 2 valentlidir, azot 3 valentlidir, X3 N2. Yəni heç buradan əksinə belə baxanda deməsə belə metal 2 valentlidirsə əmələ gələn sulfid XS olacaq. XS olacaq. X-imiz 24-dürsə, kükürdümüz də 32. Daha rahat belə uşaqlar tapa bilər. Bəli, 56 doğru cavab A variantı. Yaxşı. 16. Adi şəraitdə eyni kristal qəfəs əmələ gətirən maddələri tap. Burada CO metakristal qəfəs əmələ gətirə bilmir adi şəraitdə, çünki qaz haldadır. Ondan sonra baxırıq, SO2 qaz aqreqat haldadır, adi şəraitdə kristal qəfəs yarada bilmir. Almaz adi şəraitdə atom kristal qəfəs yaradır. Silisium karbid də həmçinin adi şəraitdə atom kristal qəfəs yaradır. Silisium da silisium karbiddir, almazdır, qrafitdir, karbindir, qırmızı qara fosfor. Bunlar zaten hamısını bilirik ki, qeyri-molekulyar quruluşlu maddələrdir və atom kristal qəfəsi əmələ gətirirlər. O ki, qaldı digərlərinə, məsəl üçün, baxanda butan qaz haldadır, kristal qəfəs yaratmır adi şəraitdə. Su mayi haldadır, adi şəraitdə kristal qəfəs yaratmır. Sıxtaş eləyəndə zaten D variantı qalır da buradan. 16-dan sonra keçirəm 17-yə. Deyir, normal şəraitdə sıxlığı 2,5 olan qazın. İndi biz bilirik ki, normal şəraitdə qazların sıxlığını hesablamaq üçün neyini 10 mR-də bölərik 22,4-ə. İndi biz buradan qazın emerini tapmaq üçün onun sıxlığını vurarıq 22,4-ə. O zaman qazın emeri nəyə bərabər olacaq? Onun sıxlığı 2,5 vurulsun 22,4-ə. Buradan qazın emeri neçə oldu mənimlər? Qazın emerini tapmaq üçün 2,5-i vurdum 22,4-ə. Görək neçə verdi? 56 verər yəqin ki. Deməli, buradan biz qazın emerini tapdıq 56. İndi bizə deyir ki, qazın emeri nə deməkdir? 56 olmaq nə demək? Yəni 1 molu 56 qrama bərabər. Yəni qazın 1 molu 56 qrama bərabərdir də. İndi qazın 1 molu 56 qrama bərabərsə, gəlin görək neçə mol 28 qrama bərabər olacaq. Buradan qazın mol miqdarının 0,5 mol olduğunu tapırıq. İndi biz də bayaq demişik ki, mol Na deməkdir də. Molekul sayına keçəndə molu Na-ya çeviririk. Mol miqdarıdır, maddə miqdarıdır. Amma molekuların sayı deyəndə mol Na-ya bərabərdir. Mol tez yerini pozub yerinə Na yaza bilərsiniz. Onda burada molekuların sayı 0,5 Na sayıda olacaq. Hansı ki 17-də A variantında göstərilibdir. 18. Xətti quruluşlu molekulları göstərin. Bilirik ki, sp hibridləşmə vəziyyətində olanlar xətti quruluşlu molekullardır. Xətti quruluşlu molekular ona görə asislində də sp hibridləşmədir. Karbon qazına da baxın, sp hibridləşmədir. Harda karbondan 2 dənə 2 qat rahatda çıxan görsək, sp hibridləşmə götürə bilərik. Ona görə də cavab C variantı olacaq. Digərlərində SO2-də sp2 hibridləşmədir, metanda sp3 hibridləşmədir, tetraedri quruluşlu metan, SO2-də sp2 hibridləşmədir, yenə deyirəm, amoniakda tetraedrə yaxın bir quruluşdur. SO2-də burada sp2 hibridləşmədir, sp2 hibridləşmə xətti quruluş olmaz, axı sp2, sp3 hibridləşmə xətti quruluş deyil ümumiyyətlə. Ona görə də məsələn benzolda sp2 hibridləşmədə olmaz, çıxdaş eləyəndə yalnız C variantı qalacaq. 19. 19 çox maraqlı sualdır. sp3 hibridləşmədir. Bunu keçən səfər dərsdə çox ətraflı izahını verdik müəllimlər. sp3 hibridləşmə deyir ki, aşağıdakı maddələrdən hansının molekulu yaranarkən sıxımdakı hibridləşmə baş verir. Və biz demişik ki, deməli sp3 hibridləşmə deməli aiddir qeyri-üzv maddələrdən suya, amoniaka, üzv maddələrdə əsasən alkanlarda sp3 hibridləşməsini müşahidə edirik.
Aha, müşahidə edirik və burada biz nə görürük? Burada bizə ipucu bilirsiniz nədir? İpucu bu elektron cütləridir. Bax, dərsdə də bu haqda çox ətraflı danışdıq, yadınıza gəlirsə. Bu elektron cütləri bizim ipucularımızdır. Bu nə deməkdir? Baxın, burada 2 dənə elektron cütünü görürük. Hansında 2 dənə elektron cütü ola bilər? Metanda elektron cütü qalmır. Niyə? Məsəl üçün, metanda karbon sıra nömrəsi 6-dır. Elektron formulu 1s2, 2s2, 2p2-dir və metan hibridləşmə yaradan zaman S-dən birini P-yə verir, əvvəlcə həyəcanlanır və 2s1, 2p3 formasını alır. Daha sonra metanda xaric təbəqədəki bir s orbitalı ilə 3 dənə p orbitalı, 1 dənə s-dən 3 dənə p hibridləşərək 4 dənə sp3 hibrid orbitalı yaradır. Bax, bunlar hamısı sp3-lərdir. 4 dənə sp3 hibrid orbital yaradır və hərəsinin içində bir dənə tək elektron qalır. Və burada elektron cütü görmürük, düzdürmü? Amma gəlin suya baxaq. Su molekulu əmələ gələndə, deməli, orada oksigen sp3 hibridləşmə vəziyyətində də bilirsiniz də, oksigen sıra nömrəsi 8-dir. Elektron formulu 1s2, 2s2, 2p4-dür və xaric təbəqəyə baxanda, deməli, axı bilirik, oksigen həyəcanlana bilmir. Xaric təbəqədəki bir dənə s orbitalı ilə 3 dənə p orbitalı neyinir? Bir dənə s-dən 3 dənə p hibridləşir və 4 dənə sp3 hibrid orbital yaradır. Bax, bunlar neyinir? 4 dənə sp3 hibrid orbital yaradır. Bax, buradan da göstərə bilərəm. 4 dənə sp3 hibrid orbital yaranır və sp3 hibrid orbitalları yaranır. Bax, bunlar hamısı sp3, sp3, sp3 və sp3 hibridləşmədir, düzdürmü? Və bu sp3 hibrid orbitalı yarananda nə baş verirdi? Bax, buradakı elektron cütü, bax, bura düşdü. Buradakı elektron cütü bura düşdü. 2 dənə də tək elektronlar qaldı. Baxın, təzədən istəyirsiniz yazın. Əgər çaşqınlıq yaransa təzədən yazıram. Baxın. Bax, xaric təbəqədə nə baş veribdir? Bax, oksigen sıra nömrəsi 8-dir. Elektron formulu 1s2, 2s2, 2p4-dür də. Xaric təbəqədə S-də cüt elektronlar var. P-də də 3 dənə orbitaldır. Əvvəlcə tək elektronları yazdıq, sonra növbətini cütləşdirdik və görürük ki, xaric təbəqədə S-də cüt elektron var, P-də də bir dənə cüt elektron var, 2 dənə də tək P elektronlar var da, düzdürmü? P orbitalında. Və bunlar daha doğrusu hibridləşir. Həyəcanlanma baş vermir burada, çünki zaten oksigen həyəcanlana bilmir. Hibridləşmə zamanı bir dənə S-dən 3 dənə P, bax, bu bir dənə S orbitalından 3 dənə P orbitalı hibridləşərək 4 dənə sp3 hibrid orbital yaradır və onları da xananın içində göstərsək, 1, 2, 3, 4 dənə orbital göstərdik. Bu orbitallar hamısı sp3-dür. Baxın, sp3-dür, sp3-dür, sp3-dür. Düzdürmü? Və burada nələr görürük? Bax, buradakı elektron cütü bura düşübdür. Növbəti P-dəki elektron cütü bura düşübdür. Gördünüzmü? Sonra tək-tək elektronlar qalıb. Burada da tək elektronlar qalıb. Və oksigen, baxmayaraq ki, sp3 hibridləşmə yaradır. Su molekulu necə yazılırdı? Bax, belə yazılır da, düzdürmü? Oksigendən 2 dənə qol çıxır da, 2 dənə xətt çıxır. Və oksigenin baxmayaraq ki, 4 dənə sp3 hibrid orbital var, onun cəmi 2 rahatda yaranmada istifadə olunur. Niyə? Çünki 2 dənə qolu var. 4 qolu yoxdur ki, 4-ünü də istifadə eləsin. Məsəl üçün, amoniakda 4 dənə sp3-dən 3 istifadə olunur. Niyə? Çünki 3 qolu var da onun. Ona görə də həm su, həm də amoniak molekulu üçün polyar molekulu deyirik də. Çünki istifadə olunmamış, belə deyək də, elektron cütləri olur. Həmçinin istifadə olunmamış hibrid orbitalları var da onların. Ona görə də onlara polyar molekul deyirik. İndi məsəl üçün suda oksigenin 2 qolu olduğuna görə 4 dənə sp3-dən cəmi 2-sini istifadə elədi. Və istifadə elədiyi sp3-lər hansı sp3-lərdir? Baxın, bax bunlardır, baxın. Bax, bunlardan istifadə edir. Bax, tək elektronlu olanlardan istifadə elədi. Bax, tək olanlarda, bax, burada var, bax, bunlardan istifadə edir. Və içərisində cüt elektronlu olan 2 dənə sp3 kənarda qalır. Bax, bunlar var, bax, bu 2 dənə sp3-lər, hansı ki, içərisində cüt elektronlar var. Onlardan istifadə olunmamış vəziyyətdə qalır və istənilən təqdirdə oksigen orada 4 dənə sp3 hibrid orbitalından ikisini rahat yaranmada istifadə edir. Hansı ki, onlar tək elektron saxlayır. 2 dənə elektron cütü, 2 dənə elektron cütü saxlayanlar isə bax, bunlar isə istifadə olunmamış vəziyyətdə kənarda qalırlar. Və ona görə də əslində burada düzgün tetraedrik quruluş olmalıdır. Çünki sp3 hibridləşmədə axı, yəni bucaq 109 dərəcə 28 dəqiqə olmalıdır, amma 104,5 dərəcəyə düşür. Çünki burada elə bil ki, bucaq sıxılır da, bucaq sıxılır. Çünki sp3-lərin hamısı istifadə olunmur axı, bir qədər istifadə olunur, bir qədər kənarda qalır. Və başqa cür desək, lap belə çətinlik çəkdinizsə, bilin ki, hansının elektron cütü 2 dənədir? 2 dənə elektron, 2 elektron cütü olanlar oksigendir də. Azot olsa azotun elektron formulu 1s2, 2s2, 2p3-dür. Orada S-də həyəcanlanma, ümumiyyətlə orada həyəcanlanma olmadığına görə azotda da S-də 1 elektron cütü olur da. Orada 1 elektron cütü olur, yerdə qalanlar tək elektronlar. Çünki P 3 dənə tək elektrondur da. Amma S elektronlar cütləşmiş formada olur. Bir cüt elektron görəndə onu amoniak kimi düşünün. 2 dənə cüt elektron görəndə onu su kimi düşünərsiniz. Yaxşımı? Ona görə doğru cavab burada su molekulu olacaq, B variantı. 20-yə nizamımıza davam edirik. Deyir ki, oksigenin azona çevrilməsi zamanı qabda təzyiq 20% dəyişibdir.
Deməli, çox maraqlı məsələdir, müəllimlər. Oksigen azona çevrilir. Bu məsələlərdən çoxlu işləyəcəyik. İnşallah sınaqlarda da görəcəksiniz, başqa sınaqlarda. Özüm də buna aid çoxlu məsələlər yazmışam. Orada daha aydın olacaq sizə. Deməli, oksigen azona çevrilmə məsələləri. Biz bilirik ki, 3 mol oksigendən 2 mol azon əmələ gəlir. Bu aydın məsələdir. Və oksigen azona çevriləndə təzyiq sizcə artırmı, azalırmı? Təbii ki, azalır. Səbəb nədir? Ümumiyyətlə, təzyiqin müqayisəsi deyəndə burada düşünün ki, bir qapalı qabdır. Əvvəlcə sistemdə 3 mol oksigen olubdu və 3 mol oksigen qazı qabın divarlarına özünü çırpır. Reaksiya baş verdi, bitdi. 3 mol oksigen nəyə çevrildi? 2 mol azona çevrildi. Bayaqlar qabın içində 3 mol qaz var. İndi qabın içində 2 mol qaz var. Bayaqlar qabın içində 3 mol qaz özünü qabın divarlarına çırpıb müəyyən təzyiq yaradırdısa, indi 2 mol qaz qabın divarlarına çırpıb özünü müəyyən bir təzyiq yaradır. Və 3 mol qazdan 2 mol qaza keçəndə təzyiq nə edir? Sistemdə azalır. Düzdürmü? Aha. Və bizə deyir ki, bu zaman təzyiq 20% dəyişibdir. Aha, 20% dəyişib. Gəlin belə eləyək də. Deyir ki, bu zaman oksigenin mol miqdarı neçə faiz istifadə olunmamış vəziyyətdə qalıbdır. Gəlin yazaq yenə başlanğıc, sərt, son. Ən rahatı budur. Başlanğıcda nə qədər oksigenin var bilmirəm. Deyək ki, x mol oksigenin var. Bəs bunun nə qədər sərf olundu? Belə məsələdə bilirik ki, hərə öz əmsalı qədər məhsulla sərf olunur, hərə öz əmsalı qədər məhsulla əmələ gəlir. Deməli, nə baş verir? Hərə öz əmsalı qədər məhsulla sərf olunur, hərə öz əmsalı qədər məhsulla əmələ gəlir. Burada sərf olunan oksigendə əmsalı 3-dür. Onda deyək ki, öz əmsalı qədər məhsulla, yəni 3A qədər oksigen sərf olunub. Bu zaman oksigenin x çıxılsın 3A qədər qalacaq artıq. Azon da öz əmsalı qədər məhsulla əmələ gələcək, yəni 2A qədər də deyək ki, azon əmələ gəldi. Yenə deyirəm, bax, oksigen nə qədərdir bilmirəm. Və x yazdım, amma nə qədər sərf olunub, öz əmsalı qədər məhsulla sərf olunubdur. Ona görə 3A qədər sərfiyyat yazıram ona və sonda x çıxılsın 3A qədər oksigen artıq qalacaq, 2A qədər də azon yaranacaq. Və bizə deyir ki, sonda təzyiq 20% dəyişib. İndi 20% dəyişib nə baş verər? Sizcə 20% dəyişib nə edəcək? Artacaqmı, azalacaqmı? Təbii ki, azalacaq. İndi başlanğıcda x qədər oksigenin var idi və x qədər oksigenin yaratdığı təzyiq 100% olubdur. Sonradan deməli, sistemdə bir qədər oksigen artıq qalıb, bir qədər azon əmələ gəlibdir və son qaz qarışığı nədən ibarət olacaq müəllimlər? Deməli, x çıxılsın 3A qədər oksigen artıq qalıb, 2A qədər də azon əmələ gəlibdir. İndi deyərsiniz, hardan bildik oksigen artıq qalıb? Çünki deyir ki, nə qədər istifadə olunmamış qalıb. İstifadə olunmamışı sonda artıq qalmışıdır da. Aha, indi mənim deməli sonda əlimdə x çıxılsın 3A qədər artıq qalmış oksigen olacaq, 2A qədər də azon olacaq əlimdə. Onda mənim son qaz qarışığım neçə mol qazlardan ibarət olacaq müəllimlər? X çıxılsın 3A qədər oksigen artıq qalacaq, 2A qədər də azon əmələ gələcək. Onda son qaz qarışığım x çıxılsın A qədər olacaq, düzdürmü? Onda əvvəlki qazın təkcə oksigen idi və onun əmələ gətirdiyi təzyiq 100% idi. Son qaz qarışığım isə x çıxılsın A qədər qaz oldu. Bax, bunların cəmi mənə verdi x çıxılsın A-da, düzdürmü? Onda son x çıxılsın A qədər qazım da neçə faizə uyğun gələcək? 80%. İndi deyərsiniz ki, hardan bildik 80%? Çünki 20% azalma olubsa, əvvəlki qazımız təkcə oksigen isə, bunun yaratdığı təzyiq 100% idisə, sonda təzyiq 20% azalırsa, deməli 100-dən 20% azalma olub 80% qaz təzyiq qalacaq da. Və bu 80%-lik təzyiqi hansı qazlar yaradacaq? Sonda sistemdə olan qazlar. Hansı qazlar qaldı sonda sistemdə? X çıxılsın 3A qədər oksigen qaldı, 2A qədər də azon yarandı. Son qaz qarışığım oldu, x çıxılsın A qədər. Onda x qədər qazın yaratdığı təzyiq 100%-dirsə, x çıxılsın A qədər qazın yaratdığı təzyiq 80% olacaq. Buradan tənliyi həll eləsək, nə görərik? 100-dən 80 ixtisar gedər, burada qalar 0,8. Onda 0,8x bərabər olacaq x çıxılsın A-ya. Buradan 0,2x-imiz bərabər olacaq A-ya. Deməli, A-mız nə oldu? 0,2x oldu. O zaman A-mız 0,2x oldusa, mən burada 3A qədər oksigen sərfi yazmışam axı. Baxın, burada mən yazmışam ki, 3A qədər oksigen sərf olunmalıdır. A-mız 0,2x-dirsə, 3A-mız 0,6x olacaq. Onda belə çıxır ki, x qədər oksigenin 0,6x qədəri sərf olunacaq. X-dan da 0,6x çıxanda nə qalacaq? 0,4x qədər oksigen sonda artıq qalacaq. Və ya da birbaşa belə də eləyə bilərsiniz. Sonda oksigenin artıq qalmışı nə qədər oldu? X çıxılsın 3A. A-mız da 0,2x-dirsə, 3A 3 vurulsun 0,2x, yəni 0,6x-dir. X-dan 0,6x birbaşa burada da çıxıb yaza bilərdi 0,4x qədər oksigen artıq qaldı. İndi oksigenin başlanğıcı 40 idi, artıq qalmış da 0,4x-dirsə, deməli neçə faizi artıq qaldı və ya da ki, neçə faiz istifadə olunmamış vəziyyətdə qaldı. Bunun üçün 0,4x-dir, yəni oksigen artıq qalmışını onun əvvəlkisindən, yəni x-a bölüb 100%-ə vursaq, taparıq ki, 40% oksigen sistemdə artıq vəziyyətdə qaldı. İstifadə olunmamış oksigenimiz 40%-ə bərabərdir, doğru ifadə C variantında öz əksini tapıbdır. Onları da gəlin istəyirsiniz indi
Baxaq, hansı ki onlar bayaqlar PDF-də düşməmişdi. İkinci və dördüncü tapşırıqlar. Deyir, ikinci tapşırıqda hansı birləşmə molekulunda siqma rabitələrin sayı pi rabitələrin sayına bərabərdir? Burada nə edirik? Baxın, məsəl üçün etilinə baxanda CH2, 2 qat rabitə CH2. Burada etilin maddəsi C2H4 yazılır. Alifatik birləşmədir. Atom sayından 1 vaid əksik siqma rabitələrin sayını verəcək. 4-ün üzərində 2 gələndə 6 atomumuz var. Biri çıxanda 5 siqma verdi. Bir dənə də pi rabitəsi var. Deməli, siqma pi-yə bərabər olmadı burada. Asetilin yazılır C2H2. Burada 4 atom var. Alifatik birləşmədə 4-dən biri çıxsaq 3 siqma eləyəcək. Asetilin açıq formada bax belə yazılır və burada göründüyü kimi 2 pimiz var. 3 siqmamız, 2 pimiz deməli uyğun gəlmədi. O ki qaldı qarışqa aldı idi. Qarışqa aldı idi HC, 2 qat rabitə, oksigen H. Burada göründüyü kimi tək qat rabitələr 1, 2, bir də buradakı bax birinci rabitə olacaq 3 siqma, bir dənə də pi rabitəmiz var. Yenə də siqma piyə bərabər olmadı. O ki qaldı karbon qazı. Karbon qazı bilirik ki, bax belə yazılır da. Karbon qazı xətti quruluşlu molekuldur və belə yazılır. Və burada göründüyü kimi 2 dənə siqmamız var. Baxın, bunlar siqma rabitələri göstərir də. Baxın, 2 dənə siqmamız var. Aşağıdakılar isə pidir. 2 siqma 2 pi bərabər olan 4-də olacaq. Doğru cavab Y variantına göstərilibdir. O ki qaldı dördüncü tapşırıq. O da hansı ki bayaqlar PDF-də düşməmişdi. Deyir, qeyri-polyar molekullardan ibarət olan sıranı göstərim. Kükürt qazı yazılır SO2. SO2-də kükürt maksimum oksidaşma dərəcəsi göstərməyibdir. Ona görə də burada belə deyək də qeyri-polyar molekul deyə bilməyəcək. Qeyri-polyar molekul o zaman deyərdik ki, deməli maksimum oksidaşma dərəcəsi göstərsin mərkəzi atom. Həmçinin hidrogen xlorid də deməli qeyri-simmetrik quruluşlu molekuldur, yəni polyar molekuldur. Qeyri-polyar olmadılar. Hidrogen qazı, yəni H2. Hidrogen qazı 2 atomlu bəsit maddədir. Bəli, buna biz qeyri-polyar molekul deyə bilərik. Amma natrium xloridi ümumiyyətlə molekul anlayışı istifadə olunmaz. Niyə? Çünki ion rabitəli birləşmədir, qeyri-molekulyar quruluşlu maddədir. Silanla fosfinə gələndə orada deməli fosfor mənfi oksidləşmə dərəcəsi göstərir. Yəni maksimum oksidləşmə dərəcəsini göstərmədi. Ona görə də ona qeyri-polyar molekul deyə bilməyəcəyik. Daha sonra baxaq metan. Metanda ola bilər. Bir də var trixlor metan. Trixlor metan necə yazılır? CH xlor 3. Biz keçən səfər dərsdə də dedik ki, karbohidrogenlərin halogenləri, yəni metanın halogenli törəmələrindən ancaq C xlor 4-ə deyə bilərik qeyri-polyar molekul. Trixlor metan qeyri-polyar olmayacaq, polyar olacaq. Yəni bunu götürə bilmərik də, belə deyək. Metan amma qeyri-polyar molekuldur. Bəli. Ya da tetraxlor metan, bax C xlor 4. Bu qeyri-polyar molekuldur. Bəli, karbon müsbət 4 oksidaşma dərəcəsi göstərir. Kristallik kükürt S8-dir və kristallik kükürtdür. Ümumiyyətlə çox atomlu bəsit maddələrə qeyri-polyar molekul deyə bilərik. Deməli, Y variantı doğru olacaq burada.